Hər bir Azərbaycanlı üçün Şuşa deyiləndə ilk yada düşən Gövhərağa məscididir. Ağdam məscidi kimi Gövhərağa məscidi də işğal illərində əsarətin, Vətən müharibəsi zəfərindən sonra isə qələbənin, azadlığın simvolu oldu. Qəhrəman əsgərlərimiz Şuşa azadlığını Gövhərağa məscidində azan verib namaz qılmaqla qeyd etdilər. La ilahe illallah. Eşhedü en la ilahe illallah. 1883-cü ildə Şuşa Yuxarı Gövhərağa məscidinin sadəcə 4-cü inşaatı başa çatdıqda onun divarında Xan qızı Gövhər ağanın gələcək nəsil Azərbaycanlılara ünvanlanmış mesajı, milli kodumuzun şifrəsi sayıla bilən məscid divarında kitabə şəklində həkk olundu. Kitabənin mətninə keçməzdən öncə məscidin adını daşıdığı Gövhər xanımın kimliyinə nəzər salaq. Məmmədəli